Dördüncü sual. Perimetri 4 santimetrə bərabər olan kvadratın daxilinə çevrə çəkilmişdir. Bu çevrənin uzunluğunu tapın. Kvadratın perimetri 4 santimetrdirsə, onun hər tərəfi 4 bölünsün 4, yəni 1 santimetr olacaq. Əgər bu kvadratın tərəfi 1 santimetrdirsə, onun daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısı, yəni 0,5 santimetrə bərabər olacaq. Çevrənin uzunluğu isə L bərabərdir 2 pi r düsturu ilə tapılır. Bu da bərabərdir 2 vurulsun pi vurulsun r 0,5-dir, bərabərdir pi santimetrə. Doğru cavab D bəndi. 5-ci sual. O nöqtəsi ABC üçbucağının bisektrisalarının kəsişmə nöqtəsidir. Çəkək üçbucağı. ABC üçbucağı. Bu ABC üçbucağının bisektrisalarının, yəni tən bölən, bisektrisa Azərbaycanca tən böləndir. Tən bölənlərinin kəsişmə nöqtəsi. Bu tən bölən, üçbucağın tən bölənləri 3 təpə nöqtəsindən çəkilmiş tən bölənlər eyni nöqtədə kəsişirlər. Deməli, AOB bucağının ölçüsünü tapın. Əgər C bucağı 80 dərəcədirsə, C bucağı 80 dərəcə olanda bu tən bölən onu 2 bərabər hissəyə böldüyü üçün hər biri 40 dərəcə olacaq. B bucağı 70 dərəcədir. Deməli, B bucağı ortadan 2 bölünəndə hərəsi 35 dərəcə olacaq. Bizdən soruşur AOB bucağının ölçüsünü. AOB, o bunların kəsişmə nöqtəsi idi. Burada qeyd eləyək. AOB, deməli, qırmızı ilə göstərirəm. Baxın, bu bucağın ölçüsünü soruşur bizdən. Yaxşı. Böyük üçbucaqda A bucağını tapaq hələ. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədirsə, B bucağı 70 dərəcədir, C bucağı 80 dərəcədir. 80 üstə gəlir 70, 150. 180-dən 150 çıxanda 30 dərəcə qalır. Deməli, A bucağı 30 dərəcədir. Tən bölən isə onu 2 bərabər hissəyə böldüyü üçün hər biri 15 dərəcə olacaq. 15, 15. İndi baxaq AOB üçbucağına. Baxın, bu üçbucağa baxsaq, bu üçbucaqda 2 bucağı bilirik. Qalan 3-cü bucağı tapmaq üçün 180-dən bu 2 bucağın, yəni 15 və 35-in cəmini çıxmaq lazımdır. 15 üstə gəl 35 eləyir. Deməli, 15 üstə gəl 35 eləyir 50 dərəcə. 180 çıxılsın 50 dərəcə bərabərdir 130 dərəcəyə. Deməli, AOB bucağı 130 dərəcəyə bərabərdir. Cavab G bəndi. 6-cı sual. İfadəni sadələşdirmək lazımdır. Əvvəlcə başlayaq birinci deməli vuruqdan. Burada bu ifadəni biz belə yaza bilərik. 1/3A mötərizə daxilində. Deməli, burada kök altında ikinci dərəcənin olduğu üçün, bu kvadrat kök altı olduğu üçün, deməli, -20/2 olaraq bunu dərəcədə yaza bilərik. Biz qüvvətdə yaza bilərik bu halda. Vurulsun. Burada əvvəlcə belə bir şey eləyək. 3-cü dərəcədən kök altı hələ ki dursun. 27-ni 3-ün kubu şəklində yazsaq, 3 üzəri 3. Deməli, mötərizəyə aldıq bunu və xaricdən də burada yenə üzəri -10 var. Bərabərdir. Burada birinci vuruqda qüvvətlər ixtisar gedir. Yəni, -20-yi 2-yə böləndə bu oldu -10. Deməli, 1/3A üzəri -10 vurulsun. 3-cü dərəcənin kök altında 3 üzəri, bu da qüvvətlərin xassələrinə görə deməli, bunları bir-birinə vururuq. 3 vurulsun -10 eləyir -30 bərabərdir. Buradan davam edək. 1/3A
üzəri mənfi 10 vurulsun. İndi burada eyni xassədən istifadə edək. Yəni kök altını silək, onun yerinə 3 üzəri mənfi 30 bölünsün 3 yazaq. Bərabərdir. Mənfi 30-u 3-ə böləndə bu birbaşa mənfi 10 eləyir. Deməli, əldə etdik 1 böl 3a üzəri mənfi 10 vurulsun 3 üzəri mənfi 10. Üstlər eyni olanda bunları bir mötərizə içində bir-birinə vura bilərik. Yəni üzərində mənfi 10-u yazırıq və daxildə isə bunları bir-birinə vurmaq lazım sadəcə. 1 bölü 3a vurulsun 3 bərabərdir. 3 və 3 ixtisar gedir. Qalır 1 bölü a üzəri mənfi 10. Bu isə mənfini, bu işarəni silmək üçün mötərizənin daxilindəki ifadəni tərs çevirməyimiz lazımdır. Olacaq a üstü 10. Deməli, cavab G bəndidir.